Balaca qız və atası körpünə gedərkən. Ata biraz narahat olur və qızından onun əlindən tutmasını istəyir. Şirin qızım, əlimdən yaxşı tut ki, çayın içinə yıxılmayasın. Balaca qız cavab verir. Yox ata, sən mənim əlimdən tut. Bu zaman biraz çaşbaş qalmışdı ata və maraqla soruşdu. Fərqi nədir ki qızım? Çox böyük fərqi var, deyə balaca qız cavab vermişdi. Əgər mən sənin əlindən tutsam və mənə nəsə olsa, ola bilər ki, mən sənin əlindən bıraxım. Amma sən mənim əlimdən tutsan, mən əminəm ki, nə olursa olsun, sən heç zaman mənim əlimi buraxmayacaqsın.